Salam, hər vaxtınız xeyir olsun. Mən Sərvər Rəşidov. Bu videoda sizə trigonometrik funksiyaların cəminin və fərqinin hasilə çevrilməsi düsturlarını izah edəcəm və hasil cəmə çevirmə düsturlarını izah edəcəm. Nəzərinizə çatdırım ki, düsturların isbatı sualların həllinə başlamazdan əvvəl veriləcəkdir. Düsturların isbatı sizə maraqlı deyilsə, videonu qabağa alaraq sualların həllinə baxa bilərsiniz. Birinci düsturumuz sinüs alfa topla sinüs beta. Açılışı 2 sinüs alfa topla beta bölü 2, kosinüs alfa çıx beta bölü 2. Sinüs alfa çıx sinüs beta, yenə 2 sinüs alfa çıx beta bölü 2, kosinüs alfa topla beta bölü 2. Deməli, sinusların cəmi və fərqi sinusun cəmi ilə başlayır, yenə alfa topla beta bölü 2, kosinüsün fərqi ilə davam edir. Sinusun fərqi də sinusun fərqi ilə başlayır, alfa çıx beta bölü 2, kosinüsün cəmi ilə davam edir. Yəni, belə deyim də, sinusun cəmində, sinusların cəmində cəmlə başlayır, əksi ilə davam edir. Sinusların fərqində fərqlə başlayır, yenə əksi ilə davam edir. Yadda saxlamaq üçün bunları deyirəm. Kosinüs alfa topla kosinüs beta, 2 kosinüs alfa topla beta bölü 2, kosinüs alfa çıx beta bölü 2, kosinüs alfa çıx kosinüs beta, mənfi 2 sinüs alfa çıx beta bölü 2, sinüs alfa plus beta bölü 2. Kosinüsların cəmi yenə kosinüsün cəmi ilə başlayır, kosinüsün fərqi ilə davam edir. Fərq budur ki, açılışın hər ikisi kosinüsdəndir. Amma sinusda elə deyildi. Sinusda açılışında sin kos idi. Kosinüsların fərqində yenə fərqlə başlayır, onun əksisindən davam edir. Amma ikisi də sinusdəndir, hətta mənfi 2 sinusdəndir. İsbatda yəqin biləcəksiniz ki, bunlar niyə belədir? Fərqlidir, yəni hamısı eyni deyil. Düsturları əzbərləməyiniz məsləhətdir. Hasili cəmə çevirmə düsturları. Kosinüs alfa, kosinüs beta. 2-də 1, kosinüs alfa çıx beta, üstəcək kosinüs alfa plus beta. Deməli, kosinüsların hasili 2-də 1 ilə başlayır. Hər ikisi kosinüsdür. Ortada nədir? Cəm işarəsidir. Sinusların hasili yenə 2-də 1 kosinüslə başlayır. Kosinüsdən davam edir. Ortada nədir? Çıxmadı. Belə çıxır ki, kosinüsların hasili də, sinusların hasili də hər ikisi kosinüsdən açılır. Sadəcə birində toplamadır. Kosinüslərdə toplamadır, sinuslarda çıxmadı. Sinus alfa vur kosinüs beta. 2-də 1 sinus alfa çıx beta. Üstəgələ sinus alfa plus beta. Sinusları, biri sinus, biri kosinus olanda hasilin cəmə gəlmə düsturunda açılışın ikisi də sinuslandır. Kosinüslərin hasili ancaq kosinüslandır. Sinusların hasili yenə ancaq kosinüslandır. Biri sinus, biri kosinus olanda hər iki açılış sinuslandır. İndi bu yazıları mən silirəm. Bir saniyə. Sualların həllinə keçməzdən əvvəl bir dənə burada izahlı test var, ona baxaq. Daha doğrusu isbata keçməzdən əvvəl. Kosinusların fərqidir. Düstura baxıb işləyəcəksiniz. Yəni, düstur əzbərdən bilirsinizsə, o sizin üçün çox asandır bu. Mənfi 2 sinus alfa çıx beta bölü 2, sinus alfa topla beta bölü 2. Məxrəci isə sinusların fərqidir. 2 sinus alfa çıx beta bölü 2, kosinus alfa plus beta bölü 2. Alfa 53-dür, beta 7-dir. Bu zamanı sinus 23-lər ixtisar edir, 2-lər ixtisar edir. Sürətdə qalır mənfi sinus 30 böl kosinus 30. Mənfi sinus 30 böl kosinus 30 elə tangens 30-dur. İstəsəniz sinus 30-un kosinus 30-un qiymətini yerinə qoya bilərsiniz. Belə tangens 30-dur da açılış. Tangens 30-un da qiyməti 2x böl 3-dür, qabaqda da mənfi var. Bu isə hasili cəmə gəlmə düsturuna örnəkdir. Deməli, kosinus 40, kosinus 20 hasilini cəmə gətirməliyik ki, sual həll olsun. 2 var qabaqda. Hasilin cəmə gəlmə düsturunda isə açılış 2-də 1 ilə başlayır. 2-də 1, kosinus alfa çıx beta. Üstə gələk kosinus alfa plus beta. Sadələşdiririk. 40 çıx 20, 2 ilə 2 gedir. 40 çıx 20, 20 eləyir. 40 topla 20, 60 eləyir. Sualın davamında mənfi kosinus 20 var idi. Kosinus 20-lər ixtisar gedir, islah gedir, qalır kosinus 60 2-də 1. Yəni, gördüyünüz kimi sualların həlli çox asandır, prosedur çox asandır.
Sadəcə düsturu əzbərdən bilməyiniz kifayətdir. Yəni bu mövzuda, bu alt başlıqda düsturu bilsəniz, suallar çətin deyil. Sırf düstura dayalı suallar. Böyük əksəriyyəti sırf düstura dayalı suallardır. Keçirəm isbata. Deməli, bu 4 dənə düsturdan bu 4 dənə düsturdan sadəcə birincinin isbatını versək kifayətdir də. Çünki 4 də eyni məntiqdir. Saniyə səbirli olun, bu düsturun isbatını verək. Daha sonra bu 3 dənə düsturdan da sadəcə bunun isbatını versək kifayətdir ki, üçü də eyni məntiqdir. Bunu da növbəti səhifədə verək. İsbat kimə maraqlıdırsa, bu diqqətlə izləsin. Birinci üsul. Deməli, biz isbat edirik ki, sinus x plus sinus y bərabərdir. 2 sinus x plus y bölü 2 vur kosinus x minus y bölü 2. Sonra axırda bura gətirəcəm. Xatırlayırsınızsa toplama düsturlarında sinus alfa plus beta'nın açılışı. Sinus alfa kosinus beta. Üstə gəl. Kosinus alfa sinus beta. Xatırlayırsınızsa yenə toplama düsturlarında sinus alfa çıx beta'nın açılışı. Sin kos kosinus də bunların açılışı. Sinus alfa kosinus beta çıx kosinus alfa sinus beta. Bu iki düsturu alt-alta toplasam, kosinus alfa sinus beta ilə kosinus alfa sinus beta islah edəcək. Toplayıram alt-alta. Sinus alfa plus beta. Üstə gələk. Sinus alfa çıx beta bərabərdir. Bu ifadə ilə bu ifadə eyni şeydir. Toplayanda olacaq 2 dənə sinus alfa kosinus beta. İndi alfa plus beta'ya x desək, alfa çıx beta'ya y desək, gəlin qıraqda əvəz etmə üsulunu tətbiq eləyək. Alfa plus beta'ya x desək, alfa çıx beta'ya y desək, gətirib alfa plus beta'nın yerinə qoyacam, olacaq sinus x. Alfa çıx beta'nın yerinə y qoyanda olacaq sinus y. Bəs alfanın yerinə qoyaq. Demək, alfanı bu sistem tənlikdən həll edib tapmalıyıq. Bu sistem tənliyi alt-alta toplayanda 2 alfa bərabərdir x plus y olacaqmı? Buradan da alfa bərabərdir x plus y bölü 2. Alfanın yerinə bunu qoyacam. Bu sistem tərəfi alt-alta çıxsan, alt-alta çıxanda alfalar gedəcək, 2 beta qalacaq. Yəni alfadan alfa çıxılacaq, betadan mənfi beta çıxanda 2 beta qalacaq. Alt-alta çıxanda x minus y olacaq. Buradan beta olacaqmı? X minus y bölü 2. Deməli, betanı tapdıq. Bu bərabərliyimizdə alfanın yerinə, betanın yerinə qiymətini qoyaq. Sinus x topla sinus y bərabərdir. 2 vuraq. Sinus alfanın yerinə x plus y bölü 2 vuraq. Betanın yerinə x çıx y bölü 2. Beləliklə düstur ispat olundu ki, sinus x topla sinus y 2 sinus x plus y bölü 2 üzr istəyirəm, burada texnik səhv elədim. Sinus deyil axı bu. Yəni bu kosinusdursa, burada kosinusdan yazmalıyam da, düzdür. Kosinus, ispat olundu ki, 2 sinus x topla sinus y, 2 sinus x topla y bölü 2, kosinus x çıx y bölü 2'dir. Birinci növ ispat. İkinci üsul. Bəlkə bu xoşunuza gələcəkdir. Deməli, ikinci üsul. Sinus alfanı sinus alfa topla beta bölü 2 üstə gələk alfa çıx beta bölü 2 kimi yaza bilərəm. Çünki bunu ortaq məxrəcə gətirəndə ikilər ortaq məxrəc olduğu kimi qalacaqdır. Sürətlər toplanacaqdır. Betalar islah edəcəkdir. 2 alfa bölü 2 ikilər də gedəcəkdir. Bərabərlik 4 çıxacaqdır. Bu məntiqə baxın bir dənə. Sinus betanı eyni məntiqlə belə yaza bilərəmmi? Alfa topla beta bölü 2 çıxaq alfa minus beta bölü 2. Bunları ortaq məxrəcə gətirib çıxanda alfalar islah edəcəkdir. Betalar cəmlənəcəkdir. İkilər gedəcəkdir. Yəni bərabərlik doğru çıxacaqdır. Yenə
alfa topla beta böl 2'ye x deyək. Alfa çıx beta böl 2'ye y deyək. Onda olacaq sinüs alfa bərabərdir sinus x plus y. Sinus beta bərabərdir sinus x minus y. Bura kimi aydındır mı? Sinüs alfa bərabərdir sinus x plus y-i çevirmə düsturunu açıram. Sinus x kosinus y plus kosinus x sinus y. Sinus beta bərabərdir sinus x minus y-i çevirmə düsturunu açıram. Sinus x kosinus y çıxaq kosinus x sinus y. Bunları alt-alta toplayanda bunlar əks işarəli islah olunacaq. Sinüs alfa topla sinüs beta bərabərdir. Bunlar ikisi də eyni ifadə deyə cəmlənəcək olacaq. 2 sinus x kosinus y. Və x-in qiymətini gətirib yerinə qoysaq, baxın, x-in qiyməti, y-in qiyməti xatırladınız mı? Gətirib yerinə qoysaq, olacaq sinus alfa üstəgələk sinus beta bərabərdir 2 sinus x-in yerinə qoyuram. Alfa topla beta böl 2. Y-in yerinə qoyuram. Alfa çıx beta böl 2. Bu da düsturun isbatıdır. Növbəti düsturun isbatı. Bu daha asandır şagirdlər. Bərabərliyin sol tərəfini açanda, elə sağ tərəfi, üzr istəyirəm, sağ tərəfini açanda sol tərəfi isbat olunacaqdır. 2-də 1, böyük mötərizədir bu. Kosinus alfa çıx betanın toplama düsturunu açıram. Kosinus alfa, kosinus beta, üstə gələk, sinus alfa, sinus beta. Kosinus alfa topla betanı açıram. Toplama düsturu ilə yenə kosinus alfa, kosinus beta, çıx sinus alfa, sinus beta. Böyük mötərizənin içindədir də bunlar, düzdür? Uşaqlar bəzən soruşurlar ki, bu niyə belə mötərizədir? Fərqləndirmək üçün, kosinusun bu mötərizəsi ilə bu mötərizəsini fərqləndirmək üçün idi onlar. Yəni, fərqli bir şey deyil. Sinus alfa, sinus beta, mənfi sinus alfa, sinus beta ilə islah olunur. Kosinus alfa, kosinus beta, üstə gələk kosinus alfa, kosinus beta olurmu? 2 kosinus alfa, kosinus beta mötərizənin içi cəmləndi. Qabaqda da nə var idi? 2-də 1 var idi. 2 ilə 2-də 1 də gedir, qalınır nə? Kosinus alfa, kosinus beta. Bu da bərabərliyin doğru olduğunu ispat edir. İsbatlar qurtardı. Keçirik sualların izahına. Bu suallar DİM test toplusundakı suallara uyğundur. Yəni, bunların həllini öyrənsəniz, başa düşsəniz, sərbəst işləyə bilsəniz, test toplusundakı sualları sərbəst işləyə biləcəksiniz. Yəni, çox az səhviniz çıxacaq. Birinci sual. Məxrəcə tətbiq edirəm. Kosinus alfa, çıx kosinus beta. Fərqin hasilə gətirmə düsturu. Baxa bilərsiniz yuxarıda düstura. Deməli, mənfi 2 sinus 7 alfa çıx 5 alfa böl 2 vur sinus 7 alfa topla 5 alfa böl 2. Bu mərhələni şifahidə yaza bilərsiniz. Mən hər kəs başa düşsün deyə bütün gedişatları yazıram. Hələ ki, sürətə dəyməyək, sonra baxarıq vəziyyətə. Hesablama prosesini aparsaq, mənfi 2 sinus 7 alfadan 5 alfa çıxıb 2-yə böləndə alfa qalacaq. Yenə sinus 7 alfanın üstünə 5 alfa gəlib 2-yə böləndə 6 alfa qalacaqdır. 6 alfa qalacaqdır. Sürət də sinus 6 alfa olduğu kimidir. O zaman ixtisar getdi, qaldı. 1 bölünsün, mənfini qabağa ataram, 2 sinus alfa. Bəli, eyni sual test toplusunda var. İfadəni sadələşdirdik. Bundan o tərəfə sadələşmir. Növbəti sualımız. İstəsəniz kosinus 20 ilə kosinus 100-ü qruplaşdıra bilərsiniz. İstəsəniz kosinus 100 ilə kosinus 140-ı qruplaşdıra bilərsiniz. Mən daha balacaları qruplaşdırıram. 100 ilə 120. Tətbiq edirəm. Cəmin hasilə gəlmə düsturu. Kosinus alfa topla kosinus beta. 2 kosinus alfa topla beta böl 2. 20 topla 100 böl 2. Vur kosinus 20 çıx 100 böl 2.
kosinus 140 olduğu kimi hələ qalsın, baxarıq vəziyyətə. Hətta indidən olarmı belə eləyim? Kosinus 140 var ha. Bu kosinus 140'ı 180 çıx 40 kimi çevirmə üsulunu tətbiq edeyim. Biraz kiçildim onu, balacalaşdırım. İndi sadələşdirməyə davam edək. 2 kosinus 20 ilə 100, 120 bölü 2 vur kosinus 20'dən 100 çıxanda mənfi 80 qalır. Mənfi 80'i 2'ye bölündə mənfi 40 qalır. Kosinus cüt funksiya deyə mənfi qabağa çıxmır. Mənfini sildim. Qaldı mı kosinus 40? Aydındır. Sinüs olsaydı qabağa, lap qabağa mənfi atacaqdı. Kosinus cüt funksiyada mənfiləri silir. Modul kimi. Üstə gələk. Kosinus 180'də ad dəyişmədi. Kosinus 40 dərəcə. 180 çıx 40 ikinci rübə düşür. İkinci rübə qabağa mənfi atılmalıdır. Buradakı texnik səhvlər olur şagirdlər. Uşaqlar deyir ki, kosinus cüt funksiyada qabağa niyə mənfi atılır? Bu həmən rübdəki işarəsidir. Bu kosinusun bucağının mənfiliyi deyil ki, mənfini atın. İkinci rübdə kosinus mənfidir deyə ifadənin qabağına mənfi atıram. Bu cütlük demək deyil. Cütlük o vaxt işə yarayır ki, kosinus mənfi qız, mənfi silinir, kosinus qız. Burada cütlük işə yarayır. Yəni kosinus 120 dərəcə mənfədətdir. Başa düşə bildinizmi? 120 dərəcə ikinci rübənin bucağıdır deyə kəsinliklə mənfidir. Yəni burada cütlük işə yaramır. O mənada deyil ki, ona qalsa onda kosinus cüt funksiya deyə həmişə müsbət qiymətlər alacaq. Bütün rüblərdə müsbət olacaq. Belə bir şey ola bilməyəcək. 2 kosinus 60'ın qiyməti 2'də 1. Vuraq kosinus 40, çıxaq kosinus 40. 2 ilə 2'də 1 islah getdi, ixtisar getdi. Kosinus 40 çıx kosinus 40 cavab eləyər 0. Üçüncü sualımız sürətə toxunma düsturunun məxrəcə, daha doğrusu sürətə zəmin hasilə gəlmə düsturu tətbiq edəcəyik. Məxrəcə də zəmin hasilə gəlmə düsturu tətbiq edəcəyik. Sual sadələşəcək. Sinüs alfa topla sinüs 3 alfa. 2 sinüs bütün prosedurları yazıram deyə uzun görünə bilər, amma siz birbaşa yaza bilərsiniz. Yəni alfa topla 3 alfa bölü 2'nin yerinə birbaşa 2 alfa yaza bilərsiniz. 2 sinüs alfa topla 3 alfa bölü 2 kosinüs alfa çıx 3 alfa bölü 2. Məxrəcə zəmin hasilə gəlmə düsturu 2 kosinüs alfa topla 3 alfa bölü 2 yenə kosinüs alfa çıx 3 alfa bölü 2. İstəsəniz bunu birbaşa 2'yə vurub bölsəniz, bunun dərəcəni aşağı salma düsturunu görə bilərsiniz. İstəsəniz mənə o hardan alma gəlsin 2'yə vurub bölmək. Onda belə deyək. Kosinüs 4 alfanı açıram. Xatırladıram sizə. Kosinüs 2 alfanın açılışı elə açaq ki, buradakı 1 getsin. Kosinüs 4 alfa. Kosinüs 2 alfa necə idi? 2 kosinüs kvadratı alfa çıx 1. 1 üstə gələk. Kosinüs 4 alfanı kosinüs 2 alfa kimi necə sızım? 2 kosinüs kvadratı 2 alfa çıx 1. Xatırlayırsa 2 alfanın yarısı 1 alfa olanda, burada da 4 alfanın yarısı 2 alfa olacaq. Burada birlər islah gedəcəkmi? Bir dənə burada baxaq, 2'lər də ixtisar getdi. Görək nə qaldı sürətdə. 2 sinüs alfa topla 3 alfa bölü 2 eləyər 2 alfa. Alfa çıx 3 alfa bölü 2 eləyəcək mənfi alfa. Kosinüs cüt funksiya deyə mənfi qabağa çıxmayacaqdır. Məxrəcə də bu 2 getdi də şagirdlər. Məxrəcə də kosinüs alfa topla 3 alfa bölü 2 kosinüs cüt funksiya deyə mənfini siləcək alfa. Qaldı burada 2 kosinüs kvadratı 2 alfa. Bu kosinüs alfalar ixtisar getdi. Şagirdlər bu kosinüs 2 alfa ilə bu kosinüs kvadratın biri gedəcək. Qaldı buradakı 2. Qabaqdakı sinüs 2 alfa. Bir dənə qaldı buradakı bir dənə kosinüs 2 alfa. Hasildir deyə hasilin yerini dəyişə bilərəm. 2 kosinüs 2 alfa, sinüs 2 alfa. 2 sinüs 2 alfa, kosinüs 2 alfa. Eyni şeydir də. İndi xatırladıram sizə. 2 sinüs alfa, kosinüs alfa nəyin açılışı idi? Sinüs 2 alfanın açılışıdır. Bucaqlar yığılır olur 2 alfa. 2 sinüs 2 alfa, kosinüs 2 alfa hara yığılacaq? Sinüs 4 alfaya. Yəni 2 alfalar cəmlənəcək. Sinüs 4 alfanın açılışıdır. Bu belə. Növbəti 4-cü sualımıza keçirəm. Ortaq məxrəcə gətirək. Bunun məxrəcində 1 var deyə ortaq məxrəcimiz olacaq 2 sinüs 10 alfa. Məxrəcə bir-birinə vuruldu. Çarpaz vurulanda 1-1'ə vurulacaq. 2 sinüs 70, 2 sinüs 10'a vurulanda olacaq
4 sinüs 70 sinüs 10. O zaman belə bunu görən kimi nə ağla gəlməlidir? Sinüs 70 sinüs 10. Hasilin cəmə gətirilmə düsturu. Sinusların hasilinin cəmə gəlmə düsturuna baxın. Deməli 1 çıxılsın 4 vuraq. Hasilin cəmə gəlmə düsturu belə idi. 2-də 1 mötərizə açılır. Kosinus alfa çıx beta. Yəni 70 çıx 10. Çıx kosinus alfa plus beta. Yəni 70 plus 10. Bölü 2 yox idi. Məxrəc isə 2 sinus 10 kimi qalıb yerində. Burada 4 ilə 2 ixtisar gedir, qalır burada 2. 1 çıxaq, 2-ni vuram içəri. 2 kos 60. Mənfi 2, mənfi kos hərsinə vuranda müsbət 2 kosinus 80 edir. Xatırladım ki, məxrəcdəki 2 sinus 10 həm də 2 kosinus 80 deməkdir. Bu da aydındır. Kosinus 60-ın qiymətini xatırlayırsınızmı? 2-də 1. 2 vurulsun 2-də 1. Nə eləyəcəkdir? 1. 1 çıx 1. Üstə gələk 2 kos 80 böl 2 kos 80. Məxrəcdəki sinus 10-u birinci rübdə xatırlayırsınızmı? 90-dan çıxıb adını dəyişildiyi. Bu bir yer islah gedəndən sonra 2 kos 80-də 2 kos 80-də böləndən sonra qalacaq 1. 5-ci sualımız. Deməli, 3 dənə hasil olanda hər hansı ikisini qruplaşdıra bilərik. Sinus 20 ilə sinus 70-i qruplaşdıra bilərəm. Sonra sinus 70-in yerinə kosinus 20 yazıb elə də həll edə bilərəm. Qoy belə mən dediyim kimi elə qruplaşdırma ilə. Sinusların hasilini qruplaşdıraq. Kosinus 10 qalsın yerində. Sinus 20, sinus 70. Hasilin cəmə gəlmə düsturu. 2-də 1 mötərizə açılır. Kosinus 20 böyük mötərizədir. Kosinus 20 çıx 70. Çıx kosinus 20 plus 70. Sualın davamını axırda yazarım şagirdlər. Bunu saxladım axıra. Bərabərdir. Kosinus 10 vurulsun 2-də 1 böyük mötərizədə. Kosinus 20-dən 70 çıxanda mənfi 50 qalır. Kosinus cüt funksiya deyə mənfini qabağa vermir. 20 topla 70 eləyəcək kosinus 90. Kosinus 90 cədvəldən bilirsinizsə 0-dır. Kosinus 90 qiyməti getdi 0-a. Onda qaldı əlimizdə 2-də 1 qabaqda yazıram. Kosinus 10 vuraq kosinus 50. Yəni bu mötərizənin içində kosinus 90 yoxdur deyə elə 3 dənə hasildir də bu. 2-də 1 kosinus 10 kosinus 50. İndi yenə kosinus 10 kosinus 50. Yenə hasilin cəmə gəlmə düsturunu tətbiq edirəm. 2-də 1 qabaqda var. Tətbiq edirəm hasilin cəmə gəlmə düsturu. 2-də 1 böyük mötərizə kosinus 10 çıx 50. Üstə gələk kosinus 10 plus 50. 2-də 1-lər vuruldu 4-də 1. Böyük mötərizənin içində kosinus 10 çıx 50 40 eləyir. Mənfi 40 eləyir. Kosinus cüt funksiya deyə mənfini qabağa vermir. Kosinus 40. Üstə gələk kosinus 60. Bu 4-də 1 vuran mötərizəyə 4-də 1 kosinus 40. Üstə gələk 4-də 1 kosinus 60-ın qiymətini yerinə qoyacam. Bu sualın davamını köçürəkmi? Sualın davamı çıx 4-də 1 kosinus 40 var idi. Topla 2-də 1 var idi. 4-də 1 kosinus 40'lar islah getdimi? 4-də 1 kosinus 60'ın yerinə 2-də 1 qoydum. Üstə gələk 2-də 1. Elədi 8-də 1 topla 2-də 1. 8-də 5. Cavab olar 8-də 5. Növbəti sualımız şagirdlər. 29A-dır. Eyni sualın başqa rəqəmlərlə toplu da var. Məntiqə baxaq. A-nı B ilə ifadə edin. A-nı B ilə ifadə edin. O deməkdir ki, tutaq ki, A bərabərdir 3B topla 1. Burada A-nı B ilə ifadə eləmişik. Tutaq ki, B-ni A ilə ifadə edin desə, B bərabərdir 2A çıx 7. Bax, burada B A ilə ifadə olunur. Yəni, bərabərliyin sol tərəfində A-dırsa, deməli, A-nı B ilə ifadə eləməliyik. Sol tərəfində B-dir, deməli, B-ni A ilə ifadə eləmişik.
Burada məntiq budur ki, 29 ilə 16-nın cəmi 45 eləyir. Sırf məntiq budur. Topluda da eyni məntiqdə sual var. Yəni, xatırladım sizə, tangent 45-in qiyməti neçədir? 1-dir. 45-i 29 plus 16 kimi yazmaq olarmı? Yenə 45 eləyir, yenə 1 eləyir. Tangens alfa topla bettanın açılışını xatırlayaq. Tangens alfa topla tangens betta bölünsün 1 çıx tangens alfa tangens betta. Onda tangens 29 topla tangens 16 bölünsün 1 çıx tangens 29 tangens 16. Yine 1'e bərabərdir. 29 ilə 16'nın qiyməti bizdə A və B verilibdir. Götürüb yerinə qoyaq. A plus B bölünsün 1 çıxılsın A vur B bərabərdir 1'e. Bu 1'in məxrəcində 1 var. Çarpaz vururam. 1 çıx AB bərabərdir A plus B-yə. Məqsədimiz nəyi tapmaqdır? A-nı B ilə ifadə edir. Yəni A-nı sola yığmalıyam. Peki belə eləyək. A-lar sayaq. A sağdadır. Bu mənfi AB keçsin sağ tərəfə olsun plus AB. 1 çıx B-yə. 1 çıx B bərabərdir. Məqsədimiz A-nı ortaq vuruq çıxartmaqdırmı? Çünki A-nı tək saxlamalıyıq. Burada da A bərabərdirmi? 1 çıx B bölünsün 1 plus B-yə. Yəni nə aldıq? A bərabərdir. 1 çıx B bölünsün 1 plus B. Yəni A-nın bərabərliyin sağ və solunda yazmağın fərqi yoxdur. Nəticədə tapanda hasili məlum vuruğa bölürük. Yəni A vur X bərabərdir. B deyilsə, buradan A-nı tapacağım. A bərabərdir. B bölünsün X. Eyni məntiq değil mi? Mənfilər olmasın deyə A-ları sola yığmadım. Beləliklə A-nı belə ifadə elədik. Yəni A təkcə qalmalıdır bərabərliyin bir tərəfində. Və növbəti sualımız 7-ci sualdan, 8-ci sualdan sonra mövzu bitmiş olacaqdır. Kosinus alfa, kosinus beta kimi baxsaq, hasil cəmə gətirə bilərik. Sualın özündə isə 2 kosinus kvadrat alfa çıx 1 var. Bəli. Sualın özündə 2 kosinus kvadrat alfa çıx 1-i ayrı yazıblar. Sualın özünü biraz sadələşdirək. Bərabərdir 3 vurulsun. Hələ ki buradayam şagirdlər. 2 kosinus kvadrat alfa çıx 1 topla kosinus alfa da var. İndi 2 kosinus kvadrat alfa çıx 1 nəyin açılışıdır? 2 kosinus kvadrat alfa çıx 1 kosinus 2 alfanın açılışıdır. Üstə gələk kosinus alfa oldu mu? İstəsəniz bunu aça bilərsiniz. İstəsəniz bura cəmin hasilə gəlmə düsturunu tətbiq eləyərsiniz. Bəlkə onu eləyək. 3 vurulsun. Kosinus 2 alfa topla kosinus alfaya tətbiq eləyəm. Cəmin hasilə gəlmə düsturu. Deməli belə idi. Kosinus alfa topla kosinus beta. 2 kosinus alfa topla beta bölü 2. Kosinus alfa çıx beta bölü 2. 2 kosinus 2 alfa topla alfa bölü 2. Kosinus 2 alfa çıx alfa bölü 2. Sadələşdirsək 6 kosinus 2 alfa topla alfa 3 alfa bölü 2. Vur kosinus 2 alfa çıx alfa alfa bölü 2 qaldı. Bunu bizə ədəd kimi şərtdə verilibdirmi? Verilibdir. 3'də 2 verilibdir. Onda 6 vurulsun 3'də 2 olacaqdır. Cavab da olacaq 4. 8-ci sual qayət bəsitdir. Sürətə cəmin hasil gəlmə düsturu, məxrəcə hasilin cəmə gəlmə düsturu. Məxrəci sinus alfa, kosinus alfa kimi açmaq olar. İstəyirəm ki, o düsturu istifadə edəyəm. Deməli, bunu buradan ayırdıq. Sürətə cəmin hasil gəlmə düsturu. 2 sinus 65 plus 25 bölü 2 vur kosinus 65 çıx 25 bölü 2. Sırf düsturu olduğu kimi yazdık mı? 2 kökdə 2 məxrəcə hasili cəmə gəlmə düsturu. Sinusların hasilidir. 2'də 1 kosinus 55 çıx 35 çıx kosinus 55 plus 35. Düsturları əzbərdən bilmək məcburiyyətindəyik. Sürətdə 2 sinus 65 plus 25 90 bölü 2 45 kosinus 65 çıx 25 40 bölü 2 20. Məxrəc 2 kökdə 2
vurulsun 2-də 1. Nöqtələrin içində kosinus 55 çıx 35 20 çıx kosinus 90. Bax, kosinus 90 sıfırdır. Düzdür? Cədvəli əzbərdən bilməliyik. Bu arada bu 2-nin bu 2 getdimi? Məxrəcdə qaldı kökdə 2 vurulsun 1 vurulsun kosinus 20. Yəni sadəcə kosinus 20. Sürətdə qaldı 2 sinus 45 vurulsun kosinus 20. Kosinus 20'lər ixtisar getdi. 2 vurulsun sinus 45'in qiyməti kök 2 bölü 2. Məxrəcdə yenə kökdə 2-dir. Sürətdəkilər ixtisar getdi. Qaldı sürətdə kök 2, məxrəcdə kök 2. Onun qiyməti 1'dir. Triplama teoremi videomuz 3-cü bölümdən sonra çatdı. Növbəti videomuzda trigonometrik təhlillər videosu olacaqdır. Növbəti videoda görüşmək ümidi ilə sağ olun.